Axşamınız xeyirli olsun. Bakıda saatlar 6:00 keçir. Radyo Vəkil proqramı efirdə öz işinə başlayır və sizinlə mən Xəyal Orucoğludur. Düz 1 saat ərzində sizinlə həm söhbət olacaq. Bilirsiniz ki, həftəçi 5 gün proqramımız yayımlanır və Radyo Vəkil proqramında sizinlə birlikdə hüquqi məsələləri müzakirə edirik. Əlbəttə ki, vəkil qonaqlarımız olur və həmin vəkil qonaqlarımız sizi və bizi maraqlandıran sualları cavablandırırlar. Bugün də vəkil qonağımız var. Bugün də onunla və eləcə də sizinlə həm də danışacağımız məsələlər olacaq. Bunun üçün də elə indidən siz də bizimlə həm söhbət ola bilərsiniz. Sizi maraqlandıran məsələlərlə bağlı, xüsusilə də ailə münasibətləri olsun, mülki məsələləri olsun, vərəsəlik olsun, dərəduzluq olsun və s. bu səpkili suallarınızı bizə elə indidən yazın, göndərin. Çünki nömrələrimiz açıqdır. 099 6 907 907 WhatsApp nömrəsində suallarınız qəbul olunur. Yazılı formada yazın, göndərin və eləcə də bizi sosial media hesablarından da izləyə bilərsiniz. Onlar da deyəcəm, amma gəlin əvvəlcə bizim bugünkü vəkil qonağımızı sizə təqdim edim. Bugün bizim vəkil qonağımız Vəkillər Kollegiyasının üzvü Cəlal Hacızadədir. Xoş gəlmisiniz, salamlayırıq Cəlal bəy. Axşamınız xeyir olsun. Təşəkkür edirik. Çox sağ olun. Dəvətimizi qəbul etdiniz, gəldiniz və bu 1 saat ərzində dinləyicilərimizin, eləcə də bizim suallarımız olacaq Cəlal bəy və ümid edirəm ki, dinləyicilərimiz də elə bu fürsəti dəyərləndirib, necə deyərlər, suallarını elə indidən göndərəcəklər. Bəzən olur ki, verilişin sonuna yaxın bir də baxırsan 10 dənə sual birdən gəldi və sualı sonra səsləndirmək kimi imkanımız artıq daralmış olur. Ona görə də elə indidən 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Bu nömrədə suallarınızı göndərin. Həmçinin bizi sosial media hesablarından necə izləmək olar? Hal-hazırda qeyd edim ki, bizi, yəni proqramımızı, Radyo Vəkil proqramını Yurd FM-in YouTube və TikTok kanallarında, həmçinin Vaxt Medianın da YouTube və TikTok səhifələrində, kanallarında izləmək olar. Oradan da yazılan sualları cavablandıracağıq. Sizin də suallarınız varsa oradan da yazın və biz də qısa müddətdə ona cavab vermiş olaraq dərhal. Və gün ərzində də təbii ki, suallarınızı göndərə bilərsiniz. Çünki gün ərzində də ünvanlanan suallar var. Bugünkü mövzumuz nə olacaq? Son vaxtlar, son dönəmlər, necə deyərlər, xüsusən də texnologiyanın inkişaf etdiyi bir vaxtda həm də dələduzluq hallar da dırnaq arasında inkişaf edir Cəlal bəy. Bunu siz də təsdiqləyə bilərsiniz. Təbii ki, və özü də fərqli dırnaq arası kreativlik də fərqli olur. İndi ən çox yayğın olanlarından biri haqda bir istədik ki, danışaq və daha sonra onun yaratdığı bir hüquqi məsuliyyət nədir? Bunu edənləri nə kimi cəza gözləyir, ondan bir söz açaq. Deməli, daha çox görürsünüz ki, xüsusən də son dönəmlər insanlara zəng edirlər. Nə bilim, mən bank əməkdaşıyam, buyurun filan bankınızda, kartınızda problem var və yaxud da ki, nə bilim, oradan sizə bir kod gəlib, onu tez bizə göndərin və bu kimi hallar olur. Bir də baxırsınız ki, bankınızdakı, daha doğrusu kartınızdakı, hesabınızdakı məbləğ sıfırlanıb. Yəni 5 manat demir, 10.000 manat demir, bəzən daha çox hallar olur. Bax, bu kimi adamlar bilmirsən ki, harada otururlar, necə otururlar, necə işləyirlər və yaxud da ki, hansı formada aldadılar. Bəzən özümüz də müəyyən bir formada bir növ saflıq edib, hansısa bir formada bax, bu şeyləri öz əlimizlə, öz kodumuzu, öz məlumatımızı ötürmüş oluruq və sonra da baxırıq ki, problemin qarşısında da özümüz qalmışıq. Ümumiyyətlə, bax, bu işləri görən o dırnaq arası dələduzlar deməyək, yəni işbazlar deyək, dırnaq arasında. Bax, o adamları nə kimi məsuliyyət gözləyir? Yəni qanunvericilik olaraq da nələr, hansı cəzalar yazıb, qeyd edib? Deməli, belə qeyd edeyim də, o sizin dediyiniz nüans, hansı ki, karta kod gəlir, telefona kod gəlir, sizdən zəng edirlər, həmin kod, öz bank əməkdaşı kimi təqdim edib o kodu almaq. Bu, hal-hazırda bunun üstündə, belə deyək, istintaq orqanları tərəfindən geniş əməliyyat apardılar. Bu, kiber cinayətkarlığa aid olan bir saydır. Bəli. Və əməl cinayət tərkib olaraq uğurluğa gəlib. Çünki əmlak gizli şəkildə talanma məsələsi var burada. Aha. Amma dələduzluq ondan fərqli olaraq, dələduzluqda belə bir məsələ var ki, siz əmlakı könüllü şəkildə, yanılma forması, könüllü şəkildə, belə deyək, təqsirləndirilən şəxsə təqdim ediyorsunuz. Belə, o ən böyük, belə uğurluqla, hər ikisi talama cinayətinə aiddir. Eyni fəsl olan. Yəni, hər ikisində cinayət məsuliyyəti var. Hər ikisində cinayət məsuliyyəti var. Və hər ikisi eyni qəbildən olan cinayətlərdir. Talamaya aid, əmlakın talanmasıdır. Yəni, digər şəxsin qanunsuz olaraq varlanmasına gətirib çıxardır. Bəli. Amma dələduzluqda belə deyək, sizi belə fundamental iki əsas onun forması var da. Biri aldatmadır, digəri isə etibardan sui-istifadə etmək oldu. Çox vaxt bunlar qarşıdırılır, eyni kimi görsənsə də aldatma və etibardan sui-istifadə etmək.
aldatmada aktiv iki hərəkət olur ki, deməli buna aktiv aldatma deyirlər. O sizə həqiqəti sizdən gizlədir, həqiqəti pərdələyir və sizə ayrı bir həqiqət danışaraq sizdə olan əmlak və yaxud da əmlak hüquqlarını könüllü surətdə sizdən alır. Amma bu könüllülük zahir cəhətdən könüllülük. Şəxsin arzuladığı nəticə bu deyil. Təbii. Yəni bu praktikada ən çox da bu işə düzəlmə, ən çox da pensiya məsələlərində mən sənə kömək edəcəm. Pensiya bu məsələlər. Amma etibardan sui-istifadə etmədə aldatmadan fərqli olur. Artıq mövcud şəxslər arasında mövcud münasibət var. Onların belə deyə artıq bir keçmişi, qohumluq əlaqəsi və tanıdıqlı şəxslər, bəli. Və əsas etibardan sui-istifadə etmədə zərər çəkmiş şəxsin özünün də belə deyə hərəkətdə olur. Mən sizə deyirəm ki, bəs sən eləyə bilərsən bunu mənə, sən mənə kömək eləyə bilərsən. Artıq sizin məndə mövcud etibarınız var. Yəni bunlar ikisi də ayrı-ayrı şeylərdir. Yəni hansına nə cəza nəzərdə tutulub məsələn? Hər ikisinin sanksiyası, Cinayət Məcəlləsinin hər ikisinin sanksiyası eynidir. Məbləğ məsələlərində dəyişir. 5000, 50000, 500.000. Yəni xeyli küllü miqdarda. Belə deyə, xeyli də yəni az-az cinayətə gəlib düşür. Bu cinayət məsuliyyətinə cəlb etmə müddəti 7 ildir. Yəni siz 7 ildə istintaq orqanına və yaxud da ki, belə deyək də, bu müraciət eləsəniz 7 il ərzində. Sizin işinizə baxılır. Amma 7 il keçdikdən sonra artıq cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş sayılır. O şəxsin artıq cəza alması, belə də qanunvericiliyi onun qarşısını alır. Tək bir hal var ki, gizlənməsi məsələn. Siz müraciət edirsiniz istintaq orqanına, şəxs gizlənib, qaçıb, hardasa yoxdur. Onda bu beləncə. Yəni orada müddət dayanır. Bu son zamanlarda həqiqətən inkişaf edən cinayətdir. Dırnaq arası da olsa bəli, təəssüf ki. İnkişafa meyilli cinayətdir. Belə deyə, qeyd elədik, xulqanlıq cinayətini götürsün, misal götürsün. Xulqanlıq inkişafdan pasiv cinayətdir. Şəxs çıxır, çöldə qışqırır, özünü hamıdan üstün görür. Mən belə və bununla da hərəkətlər bitmiş olur. Yəni həmişə eyni formada demək olar. Amma dayaduzluqda müxtəlif üsullar var. Gəlmişkən siz dediniz ki, çox belə hətta gülməli belə bəzən insanları aldatma üsulları var. Bəli, belə deyə də yaşlı adamı gözləyirlər, adına hüquqi şəxs açırlar. O öyrəndən sonra onun sənədlərindən, belə deyə peçatından istifadə edirlər. Möhüründən falan istifadə edirlər. Biz filan təşkilatdır, filan şirkətik, bu işlərlə məşğul oluq, mal gətiriyor Azərbaycana. Siz də inanırsınız, etibar edirsiniz, mən maşınım gələcək. Peçat, möhür, sizə gözləyirsiniz, maşın yoxdur. Belə şeylər olur, yəni bu yayğın cinayətlərdən biridir. İnkişaf, yəni bu cinayətdə deyəm, statistika üzrə də hal-hazırda belə deyə də yüksələ gedir dələduzluq cinayəti. Bəli, digər vəkil həmkarlarınız da bu məsələni qeyd edirlər ki, dələduzluq cinayətləri digər cinayətlərlə statistikada artıq ilk pillələrə təəssüf ki yüksəlir. Ümumiyyətlə daha nə formada alırlar? Yəni hətta bu dırnaqarası kreativlik də belə öz sözünü deyir. Bəli, mən deməli burada belə deyə də bu başqa ölkə xaricdə olanda bir universitet vaxtı bizə belə bir kazus danışmışdılar ki, yəni olan məsələdir. Yəni şəxs müxtəlif pasportlar əldə edir, ölkəyə başqa adam gətirir, onun adına belə deyə də ev alır, banka salır. Bankda krediti ödeyə bilməyəndən sonra ev düşür hərraza birinci satışdan alına bilmir, ikinci satışdan belə deyə yar qiymətinə alıb evi daha da baha qiymətinə satırlar. Yəni çox uzun bir prosesdən, amma belə deyə də küllü miqdarda pul götürürdülər məsələdən, belə deyə. Yəni adamlar oturub gör nə fikirləşirlər. Başqa bir ölkədən gəl, başqa bir ölkənin vətəndaşı adından, sənədindən. O beyin bilirsiniz necədir, görsən olur ki, beyin belə düşüncələri işləyir. Amma təəssüf olsun ki, belə deyə də cinayətə, hüquqa zidd əməllərə işləyir. Bəlkə daha yaxşı istifadə eləsəydi. Çox təəssüf ki. Bir nüans da var. Yeri gəlmişkən dinləyicilərimizdən gələn suallar da var. Onları səsləndirəcəm. Çünki gözləyirlər də hal-hazırda dinləyicilərimiz. Məsələn, bu xüsusən də indi reklamlara da ayrılacaq. Onu da reklamlardan sonra qayıdıb həm də səsləndirəcəm o sualımı. Deyir ki, sualı səsləndirim ki, dinləyicimiz hazırda gözləyir deyə ən azından reklama getməmişdən bir sualı cavablandırmış olaq. Deyir, qardaşım, bacım, atamın evində qeydiyyatı yoxdur. Amma atam evi mənə bağışlasa, onlar məndən pay istəyə bilərlərmi? Belə deyə də, orada belə bir məsələ var. Atasının yaşından da çox yaşlıdır. Belə deyək, ola bilər, pay istəyə bilərlər. Amma hallar var ki, o nə qədər olmasa onun övladlarıdır və onlara vərəsəlik hüququ düşür. Evi bağışladı ona, belə də Allah gecindən versin, 3 il ərzində dünyasını dəyişdiyi kişi. Onlar mübahisələndirə bilərlər ki, artıq məhkəmədə
bu evdən bizə vərəsəlik payı düşürdü, Bəli. bağışlanma müqaviləsində düşürdü. Amma 3 il keçəndən sonra bunun mübahisələndirmə vəd çatındı. Bu 3 ildə məhkəmələr ümumiyyətlə məhkəmə təcrübəsi hüququn pozulduğunu bildiyin andan 3 il tətbiq edir. Yəni öldü 3 il tətbiq etmək məsələsi yoxdur. Ümumiyyətlə mülki münasibətlərdə ən çox hüququn pozulduğunu bildiyin andan məsələ gedir. Yəni o bağışlasa evi 3 il 4 il keçsə, şəxslər hüquqlarını bilsələr, artıq belə deyək, onlar o halını mübahisələndirməyəcəklər və mülkiyyətçi olduğuna görə İddia qaldıra biləcək. Çünki müddət ötürüblər. Bəli. Aydındır. Reklamlara keçid alacağıq. Bir reklamları dinləyək, daha sonra qayıdacağıq. Suallarınız varsa yer gəlmişkən yaza bilərsiniz. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Gələn suallar var. Reklamdan qayıdan kimi o sualları da səsləndirəcəm və digər məsələlər də bizi sosial media hesabında izləyən izləyicilərimiz var ki, bizə yazın və hal-hazırda Vaxt Medianın həm YouTube, həm TikTok səhifəsində, eləcə də YouTube'da Yurd FM-in və Vaxt Medianın da səhifələrində bizi izləyə bilərsiniz. Oradan da suallarınızı göndərə bilərsiniz. Yazın, göndərin, biz də buradan sualları səsləndirək. Cavabını bugünkü vəkil qonağımız Cəlal Hacızadədən almış olaq. Qayıtıq gəldik və müzakirələrimizi və sizin suallarınızı səsləndirəcəyik. Radio Vəkil proqramında bugünkü qonağımız Cəlal Hacızadədir. O həm sizin, həm də bizim suallarımızı cavablandırır. Vəkillər kollegiyasının üzvü olan qonağımız. Onunla bugün dələduzluq məsələsini müzakirə etdik. Çünki son vaxtlar çox yayğın bir problemlərdəndir. İnsanların kartından məlumat götürmək, onlara zəng etmək, at göndər kartını, bax bu kimi çox biabırçı məsələlər olur və fərqli bankların adından zəng edirlər və yaxud ki bank əməkdaşı kimi və s. Bu səpkili məsələlər var, o istiqamətdə danışdıq. Yeri gəlmişkən sizi də maraqlandıran məsələ varsa, ümumilikdə təkcə dələduzluq yox, ümumilikdə mülki məsələlərlə bağlı ola bilər, ailə münasibətlərlə bağlı olan məsələ ola bilər, vərəsəliklə bağlı və s. bu kimi suallarınız ola bilər ki, bizim vəkilimizə ünvanlanacaq sualları bizə 099 6 907 907 WhatsApp nömrəsinə yazırsınız. Bizi hal-hazırda Radio Dalğada dinləyən dinləyicilərimiz, eyni zamanda bizi hal-hazırda sosial hesablarda da izləyən izləyicilərimiz var. Vaxt Medianın həm YouTube, həm TikTok səhifəsində, eləcə də Yurd FM-in YouTube və TikTok səhifələrində bizi izləmək mümkündür. Elə bax bu dəqiqələrdə də bizə Facebook'dan sualları sözün yaxşı mənasında yazırlar, döşüyürlər, göndərirlər. Düz edirsiniz, yazın, biz də cavabını alaq birlikdə. Bir dinləyicimiz yazıb ki, oğlu Ukraynada universitetdə əyani şöbəyə qəbul olub və deyir ki, müharibə ilə əlaqədar olaraq, Ukraynadakı müharibə ilə bağlı müvəqqəti olaraq deyir, dərslər distant keçirilir. Lakin burada, yəni Nəsimi rayonunda yerləşən hərbi çağırış üzrə, səfərbərlik üzrə hərbi çağırış xidmət mühlət hüququ vermir və universitetin deyir, arayışında əyani tədris qeyd edilib və arayış apostol olunub, səfirlik vasitəsilə böyük ehtimal və təcrübə və tərcümə də olunub və təsdiqi də var. Yəni universitet öz üzərinə düşəni müəyyən mənada edib. Sizdən soruşur ki, bu halda mən nə edə bilərəm? Uşaq qalıb belə, ora onsuz da gedə bilmir, distant təhsil alır, lakin əyani qeyd olduğuna görə hərbi xidmətlə bağlı ona mühlət hüququ verilmir. Aydındır. Belə deyək də, ilk növbədə qeyd eləmək lazımdır ki, universitetdə, yəni bakalavr, magistr və aspirant, doktorant oxuyan şəxslər əyani formada tədris aldıqları zaman onlara möhlət hüququ verir. Yəni bu bildiyimiz qaydada, yəni şəxs buradan getsə, belə deyək də, ölkə xaricində olsa, orada fəaliyyətini davam edirsə, tədrisini davam edirsə, ona hər bir halda möhlət hüququ verir. Hərbi xidmət üzrə çağırış orqanında bir hissədə başa düşmək olur ki, şəxs burada da hal-hazırda və burada onun fəaliyyəti hal-hazırda tədris deyil. O havada qalmış bir adamdır. Yəni orada da tədris keçmir, orada da hal-hazırda müharibə səbəbindən dayanıb. Online keçir. Yəni distantlı təhsil. Başa düşdüm, distantlı təhsil. Yəni bu qiyabi formaya oxşayır, amma qiyabi formada deyil. Bəli. Belə deyə hər bir halda hərbi komissarlığa müraciət eləsin, rəsmi qaydada sözügedən sənədləri təqdim eləsin. Əgər sözügedən sənədləri o hərbi xidmət çağırış orqanı qəbul etmirsə, bunu inzibati qaydada mübahisələndirə bilər. İnzibati qaydada inzibati məhkəmədə mübahisələndirsin və sözügedən hallara əsaslandırsın. Hər bir halda məhkəmə ümumi qiymət verib məsələni yekunlaşdıracaq. Və belə halların olması, bu baxın, belə deyək də, qanunvericilikdə bəzən hər şey tənzimlənmir. Amma artıq Azərbaycanda məhkəmələrin səlahiyyət formaları daha da genişlənib. Məhkəmələrin verdiyi qərarlar bir tərəfdən artıq
qanun formasını almağa başlayır. Bəli, bu əslində gözəldir. Gözəl bir şeydir. Məhkəmə təcrübəsinin yaranması, inkişafı gözəl bir şeydir. Və ulduz məsələlər var. Bilmirəm, eşitməmisiniz. Biz məhkəmədə işləyirdik o vaxt. Məhkəmə bir ulduz qoyur apellyasiya, ikinci ulduz ali məhkəmə, üçüncü ulduzu qoyanda artıq bu həm inzibati orqanlar üçün, həm məhkəmələr üçün, dövlət qurumları üçün artıq bir mənalı olaraq qanun formasındadır. Çünki ona riayət eləməsin, o qərar hər halda ləğv olunacaq. Aynen də. Təşəkkür edirik bu ətraflı cavabınız üçün. Deyir ki, sənədsiz ev tikmişik, nigah dövründə boşanırıq indi. 2 otaqlı deyir, ev var. 2 uşaqla deyir, mən bir otaqda yaşamaq istəyirəm. Evin sənədi yoxdur. İndi böyük ehtimal ki, məhkəmədə predmet olacaq. Xanım da deyir ki, mən indi evdən çıxmaq istəmirəm. İstəyirəm elə bu uşağımla otağın birini versinlər mənə, mən də orada yaşayım. Bu hal mümkündürmü? Birinci, belə deyə də, mümkündür. Amma prosedurlar həyata keçirilməlidir. Birinci növbədə evin ümumiyyətlə sənədi yox. Ev belə deyə də dövlət qeydiyyatında yoxdur. Dövlət üçün həmin evin mövcudluğu şübhə altındadır. Elə yəni ki, o qeydiyyat verirsiniz, sizə belə deyə məhkəməyə müraciət edirsiniz. Mən həmin evdən istifadə hüququ əldə etmək istəyirəm, orada yaşamaq istəyirəm. Amma evin mövcudluğu şübhə altındadır. Ev yoxdur. Faktiki yoxdur. Faktiki yoxdur. Belə deyə də biz artıq hər şey sənəd üzərindən danışırıq. Biz deyirik, mən bu şey eləməmişəm, mən bu şey eləmişəm, bu şey almışam. Bir sənəd hər şey çox dəyişə bilər. Məsələn, bax bu məsələdə deyək ki, de jure sənədi olmayanda, yəni evi de facto real bölmək imkanı olur mu məhkəmənin? Yoxsa ancaq söhbət məbləğ və ümumi qiymətləndirmə bölünür? Deməli, çox ümumi qiymətləndirmə bölünür. Çünki əldə bir, belə deyə də, sənəd olmayandan sonra birinci ilk növbədə atılacaq belə evin, belə deyə də, rəsmi leqallaşdırılmasıdır. Evə çıxarış alınması, yəni bu istiqamətdə hərəkətlər olunması. Çünki belə katastr tərəfindən bu təsdiqlənməlidir, o evi görməlidirlər. Görmədiyi bir şey haqqında qərar qəbulü məhkəməsinin, belə deyəcəkdə. Yəni, o ilk növbədə o evi leqallaşdırılmalıdır, katastrda oturmalıdır, mülkiyyət hüquqları əldə olunmalıdır və siz ondan sonra, belə deyə də, nəyəsə əsas göstərib, o evdə yaşama icazəsini, belə deyə, əldə eləməlisiniz. Yəni, bizdə hər şey, prosedurlar açıq, aydın, şəffaf getməlidir. Məhkəmə qərar qəbul edir, falan ünvanda yaşasın. Hanı o ev? Yəni, çünki niyə dedim? Çünki çıxarışı olan evləri belə de facto bölürlər. Deyək ki, məsələn, bir otaq ayırırlar, deyək ki, bəyə, bir otaq ayırırlar xanıma ki, bir evdə yaşayırsınızsa, yaşayın, amma hərə öz bir növ, belə deyəcək, otağının içərisində. Bəli, hətta o qərar qəbul olundan sonra göndərilir icra şöbəsinə, icra qurumu burada nəzarət edir, belə deyək də, o şəxs həmin, belə deyək, xanımın və yaxud da uşaqların hüquqlarını pozduqda ona məcburi icra qaydaları tətbiq olunur, İnzibati Xəta Məcəlləsinin 528-ci maddəsinə barəsində tənbih tədbiri tətbiq oluna bilər, hətta sanksiyalar da tətbiq oluna bilər. Amma gərək hər şey şəffaf və sənədli olsun. Sənədli olsun. Sənəd bizim üçün danışan, belə deyə də, danışan sübutdur. O bizim işığımızda hər şey bizi istiqamətləndirən olur sənəd. Bu halda isə biraz çətin görünür. Bəli. Bir dinləyicimiz bizim bugünkü mövzumuzdan uyğun necə deyirlər yazıb ki, Temu, Yumiko, Trendyol kimidir, müəyyən bu beynəlxalq ticarət şəbəkələri vasitəsilə alış-veriş edərkən bəzən deyir kart və pasport nömrələrini qeyd eləmək tələb olunur. Bunun hansısa bir təhlükəsi varmı? Siz nə deyə bilərsiniz bu barədə? Birinci növbədə baxın, siz hər hansı bir oradan əşyanı alanda belə təhlükəsi yoxdur, ən başdan onu deyim. Çünki onlar bir yerdə legal işləyən şirkətlərdir və siz onlara öz məlumatlarınızı verəndə onların məxfilik planı var, özlərinin məxfili planı var, məxfili siyasəti var, belə deyək. Və onlar bunu ona görə tətbiq edirlər ki, hər bir şeyin, belə deyək, tətbiqin səbəbi var. Siz oradan hər hansı bir əşya alanda, nəsə, belə deyək, ayaqqabı, nə tutubsunuz, alanda, onlar sizə rəsmi qaydada bunu göndərmək üçün və onu təsdiqləmək üçün sizin şəxsi məlumatlarınız daha lazım olur. Ad, soyad, familiya. O, siz gələcəkdə onu mübahisələndirəndə ki, bu əşya mənə gəlməyib, onlar o halda o danlarla mübahisələndirir. Bu əsaslarla, o müəyyən hesablarla. Bəli. Mənə bu hesabdan pul gəlir, bu şəxsin adından mənə pul köçüb və mən bu şəxsin adına, bu ünvana, bu malı göndərəcəm. Birinci növbədə onlara başa düşmək lazımdır. İkinci növbədə də ki, onların özünün məxfili siyasəti var. Onların şirkət daxili... Bax, onu soruşacaqdım ki, məsələn, onlar məsuliyyət daşıyırlar mı? Məsələn, mənim informasiyamı üçüncü tərəfə ötürməklə bağlı. Bəli, əlbəttə məsuliyyət daşıyırlar. Belə deyə də, onların məxfili siyasəti məsələsi, bir də siz onlardan müqavilə bağlıyorsunuz. Müqavilənin şərtlərini hamı oxumur, amma müqavilədə məsələnin bağlı, belə deyə də, hüquqi tərcihlər olanda onun mübahisələndirilmənin yeri belə göstərir ki, necə mübahisələndirə bilərsiniz. Sizin belə deyək, informasiyalarınızdan istifadə olundu,
onlar bunu qərəzli şəkildə özləri bilə-bilə istifadə edib sizin başınıza hər hansı bir hadisə gəldikdə, hətta bu cinayətdə köməkçiliyə belə qədər gətirib çıxarda bilər. Aynen. Cinayət faktöründə. Amma yəni indiki halda o müqavilə falan varsa, belə başa düşdüm ki, müəyyən bir formada bu siyasi olaraq, yəni o xəttin, yəni həmin o alış-veriş, necə deyirlər, onlayn alış-veriş mənbəyinin bir növ xəttidir, özünüz qoyduğu siyasətdir. Ona görə bununla ya istəyəcəksən alış-veriş edəcəksən, bununla razılaşacaqsan, müəyyən bir hesablarını orada qeyd edəcəksən, ya da ki, istəməyəcəksən, almayacaqsan. Siz onlardan nə alsanız, belə deyək də, bu müqavilə münasibətlərinə gəlir, daxil olur. Alqı-satqı müqavilə münasibətdir. Sizin könüllü iradə ifadənizdir. Siz üçün buna məcbur. Siz könüllü şəkildə bu müqavilə münasibətlərinə yanaşırsınızsa, müqaviləni bağlayırsınız, belə deyək, öz öhdəliyinizi həyata keçirirsiniz. Onlar öz öhdəliyini həyata keçirməyə də mübahisələndirirsiniz. Bəli. Onlar öz öhdəliyini həyata keçirir. Bir digər sual var. Dinləyicimizdən gəlib deyir ki, mənim oğlumun 12 yaşı var. Məhkəmə övladımı mənə verə bilərmi? Belə başa düşdüm ki, böyük ehtimal ki, bu atadır. Oğlunun 12 yaşı var. Belə lakanik yazıb sualı. Bu hansı hallarda mümkündür? Deməli, bu mümkündür. Burada uşağın, yəni övladın fikri nəzərə alınacaq. Əlbəttə ki, artıq 10 yaşı keçir, bəzi hallarda 7 yaşlı uşaq belə fikrini dinləyirlər. Yəqin ki, ata aliment ödəyir uşağa qarşı, uşağa görə valideynə aliment ödəyir. Uşağın hər bir halda fikri nəzərə alınmalıdır. Əgər uşaq, övladı keçən bütün prosedurlardan, yəni psixoloqun yanında, məhkəmə zalında, yəni hər yerdə öz atasını istəyirsə, atasından qalmaq istəyirsə, əlbəttə məhkəmə onu nəzərə alıb uşağı ataya verə bilər. Amma məhkəmə uşağın tərbiyəsinin, təhsilin, onun yaşama keyfiyyətlərini, bunların hamısını nəzərə alır. Çünki bir uşaqda, bir fərddə bu gələcəkdə Azərbaycan Respublikası üçün əhəmiyyətli bir şəxs ola bilər. Bəli. Yəni uşaq hüquqları belə deyək, Azərbaycanda ən çox diqqət olunan hüquqlardan biridir. Birinci növbədə onlar müstəqil öz hüquqlarını həyata keçirə bilmirlər. Ona görə dövlətin burada xüsusi nəzarəti var. İkinci növbədə də yəni dediyimiz kimi də az yaşlıdır bu insan. Bəli. Bir digər sual var. Dinləyicimiz yazıb. Yeri gəlmişkən siz də yaza bilərsiniz. 099 907 907 bu bizim WhatsApp nömrəmizdir. WhatsApp nömrəmizə gələn suallar da var. Və həmçinin də bizə hal-hazırda sosial media hesablarımızdan, yəni həm Vaxt Medianın, həm Yurd FM-in YouTube və TikTok səhifələrinə yazan izləyicilərimiz də var. Deyir ki, mən bankdan pul götürüb vermişəm kiməsə, öz adına götürüb belə başa düşdüm ki, mən ödəyirəm deyir pulu. Amma qarşı tərəfdən istəyirəm, deyir ki, verəcəm, ancaq vermir. Belə olan halda necə edim? Pul ödəmir. Deyir ki, sən götürmüsən, gedim də klasik məsələ. Bəli. Amma pulu da verib kiməsə, bankdan götürüb verib kiməsə, borc kimi. Borc kimi kiməsə verib. Belə başa düşdüm ki, hə, deyir ki, bankdan götürüb pulu kiməsə verib, indi onun yerinə pulu ödəyir hissə-hissə. Yəni qarşı tərəfə deyir ki, qardaş, sənin yerinə pul götürmüşəm, borclanmışam sənə görə, indi borcumu qaytar. Bu məsələdə ümumi pul tələbi barədə iddia qaldırmalıdır və əlində olan bütün yazışmalar, sənədlər, yəni bu faktı təsdiq edən, yəni bankdan aldığı kredit götürdüyü barədə sənədləşmələr, hamısını bunun alıb yaşayış yeri üzrə bir insan məhkəməsinə müraciət edərək pul tələbi ilə iddia qaldıra bilər. Yəni uğurlu iddiadır, yəni bunu almağı, yəni böyük ehtimal hətta məhkəmə rüsumları belə həmin o şəxsin üzərinə yüklənəcək. Yəni çünki məhkəmələr bu məsələlərdə bəzi həssaslar, ümumiyyətlə bu pul tələbi məsələlərində. Bunlar zaminlik məsələsində bu ən çox belə şeylər də aktualdır. Bir danışıq da var, sübut da var hətta əlimizdə ki, mən bunu bu şəxsə vermişəm, yəni özüm üçün. Yəni hamısını belə deyək də, dosya halına gətirib, sənədləşdirib, məhkəmə iddia ərizəsinə müraciət edib, rüsumu vaxtında köçürdü, iddia müddətini ötürmədən amma. İddia müddətini ötürməsin. İddia müddətini ötürmədən məhkəməyə müraciət edilsin, tələbi uğurludur. Tez bir zamanda baxılıb onun barəsində ilk məhkəmə aktı qəbul olunacaq. Bir digər sual var dinləyicimizdən gəlib ki, qanunvericilik vətəndaşın ziyanına dəyişə bilərmi və bu mümkün deyilsə, yəni hansı normativ hüquqi akta əsasən qanunvericilik vətəndaşın ziyanına dəyişə bilərmi və olmazsa hansı normativ hüquqi akta əsasən dəyişə bilməz? Qanunvericilik vətəndaşın ziyanına dəyişə bilər məsələsi belə deyək də, qanunvericiliyi dəyişən orqan Azərbaycan Respublikasının Milli Məclisidir. Orada ümumiyyətlə müzakirə olunur qanunlar, qanunvericilik layihələri müzakirə olunur və müəyyən belə deyək də aktlar qəbul olunur. Ziyanına deyəndə ki, o sualı mən tam başa düşmədim. Ziyanına bu qanunverici ümumi qaydada bütün şəxslərə tətbiq olunan belə deyək də
Milli Məclis tərəfindən şəxslərin rifahı olaraq qanun ruhunda belə deyək də qanuna uyğun hərəkət olunması üçün və belə cəmiyyət arasında normanın, bərabərliyin yaranması üçün tətbiq olunan bir vasitədir. Yəni bir növ bizim xeyrimizə olan bir nüanslar, məqamların əks olunduğu bir sənəd məcmuəsidir, düzdürmü? Nəinki bizim ziyanımıza, yəni qanunverici adətən bu cür olur, amma aktiv falan soruşdu. Hər halda bir digər suala keçid alıram. Deyir ki, mən MTK-dan ev almışam, indi evi təmir etməyə başlamışıq və bunun üçün deyir, təmir etməyə başladığı müddətdən deyirlər ki, məndən 870 manat lift üçün ödəniş istəyirlər. Əlavə olaraq da sayğaclar üçün 1200 manat ödəniş istəyirlər. Bu qanunidirmi? Bununla bağlı məhkəməyə müraciət etsəm, udmaq və yaxud da ki, məhkəmədə qalib gəlmə perspektivim varmı? Yenə də burada belə deyək də, siz bu iki tərəfli bir şeydir. Siz udada bilərsiniz. Sizin müqavilə münasibətinizə birinci baxmaq lazımdır. Müqavilə hansı formada bağlamışsınız? Belə deyək, biz müqavilədə öz əksini tapıb. Bəli. Müqavilə bağlısınız. Müqavilədə orada evi aldıqda onun içərisindəki avadanlıqlar göstərilir. Yəni qaz sayğacı və yaxud da bunlar hamısı öz əksini tapır. Əgər onlar öz əksini tapmayıbsa, siz o formada müqavilə bağlamısınızsa, onları qəbul edilmədi müqavilə bağlamısınız. Onlar sizə o tələbi irəli sürə bilərlər. Sizin ən azından öz yaşayışınızı, o qaz sayğacını oraya qoymaq lazımdır. Belə dedim, müəyyən şeylərə. O müqavilə münasibətlərinə. Bu vacib məsələdir. Ümumiyyətlə, müqaviləni hər kəs çox insan kör-köranı imzalayır və ondan sonra yaratdığı öhdəliklər biraz, belə deyək də, problemə çevirməyə başlayır. Və siz onun mübahisələndirdiyiniz an digər qarşı tərəf gəlir qarşınıza, bəs müqavilənin falan hissəsinin falan bəndində bu nəzərdə tutmuşdu. Siz də bunu imzalamısınız, oxumusunuz. Bu da sizə biz demişik. Belə mübahisə yaranır və şəxsən. Ona görə müqaviləni imzalamazdan qabaq onu ətraflı bir oxumaq lazımdır. Və ən azından 1-2 gün sizdə qalsın, baxın, müzakirə edin başqaları ilə ki, bəs bu bənd var, mənim ziyanımadımı, xeyrimadımı? Bu nüanslara baxmaq lazımdır. Bəli. Bir digər sual var, izləyicilərimizdən gələn sualdır. Deyir, boşanan zaman uşağa pay düşürmü? 18 yaşı iyul ayında olacaq və kredit də bölünə bilərmi? Boşanan zaman uşağa pay düşürmü? İki sualdır, belə anladım. Uşağa pay düşürmü? Boşanma zamanı maraqlı məsələdir. Həmin uşağın, yəni uşaq dediyi yeniyetmənin 18 yaşı iyul ayında olacaq. Və kredit də götürə bilərmi? Baxın, belə bir şey var ki, ümumiyyətlə, ər-arvadın boşanması zamanı onların birgə nicah dövründə əldə elədikləri əmlak onların ümumi birgə əmlakçı sayılır. Deməli, atanın o hər bir halda o uşaq onun vərəsəsidir. O gələcəkdə, Allah gecindən versin, o dünyasını dəyişəndə vərəsəsi kimi o hüquqlar ona keçəcək. Amma hal-hazırda onlar boşanıblardı deyə belə, onun hüquq əldə eləmə məsələsi yoxdur. Uşağın. Bəli, uşaq. Ona aliment ödeyə bilər, onu saxlamaq xərclərini həyata keçirdə bilər, belə deyə də müəyyən tədbirlər həyata keçirdə. Amma onsuz da bu uşağın gələcəkdə o atanın əmək qabiliyyətini işləyib çalışdığı hər şey vərəsəlik qaydasında bu uşağın və indi yeni uşaq olacaqsa, yeni ailə həyatı quracaqsa, yəni ailəsinin kimsə daxil olacaqsa, onların arasında qanunverici ilə müəyyən olunmuş qaydada bölünəcək. Amma ümumi birgə nicahda əldə olunmuş əmlakın onların birgə əmlakçı sayılır. Bunun istisna qaydalar var. Bəli. İstisna qaydalar var. Hansı ki, tərəflərdən biri də belə deyə də narkomaniyanla məşğul olur, ailə ümumi təsərrüfatına ümumiyyətlə iştirak eləmir, ailəyə ziyan vurur, belə deyə qumara qurşanır. Bu hallarda o ümumi birgə əmlakçıdan pay almır. Pay almaya bilər. Bəli. Və kredit götürmək məsələsi necə? Uşağın adına kredit götürmək istəyir. Belə anladım ki, 18 yaşıdır, iyul ayında olacaq. O kredit də götürə bilərmi? Yəqin ki, indi... Belə deyə də, o kredit götürmək üçün bankların özünün normativ tələbləri var. Bəli. Uşaq belə deyə də, əmək fəaliyyəti varsa, işləyirsə, adında hər hansı bir əmlak varsa, bankın o əsas səlahiyyətləridir. Əlbəttə kredit götürə bilər, işləyirsə. Bunu əlbəttə əmək mənzərəsinin tələblərinə görə 15 yaşına satmış şəxs, konstitusiyanın tələblərinə 15 yaşına satmış şəxs əmək fəaliyyətinə məşğul ola bilər. İşləyirsə, bankın o normativ tələblərinə cavab verirsə, əlbəttə kredit götürə bilər. Aydındır. Suallarınız varsa yer gəlmişkən siz də yazın, göndərin. 099 907 907 bizim WhatsApp nömrəmizdir. Və gələn sualları həm sosial media hesablarından, həm də bizim WhatsApp üzərindən olan yazılardan da təqdim etməyə çalışıram. Hal-hazırda Yurd FM-in və Vaxt Medianın YouTube və TikTok səhifələrində də canlı yayımdayıq. Və bir digər məsələ. Bu dinləyicimizdən gələn bir sualdır. Deyir, ev almışam, çıxarış da almışam. Lakin evi satan özü
hələ də mənim evimdə qeydiyyatdadır. Yəni yeni aldığı evdə. O şəhid ailəsi olduğu üçündür. Onlar üçün dövlət tərəfindən ev tikilib və orada yaşayır. Onu inzibati məhkəmə vasitəsilə qeydiyyatdan çıxarsam, məndən kompensasiya tələb edə bilərmi? Mənim evimdə hazırda yaşamır faktiki olaraq. Başa düşdüm. O birinci inzibati qaydadan bahsələndirməzdən əvvəl birinci o müvafiq dövlət orqanına müraciət eləsin. Orqanın qərarını aldıqdan sonra hansı orqana? Bu qeydiyyat aparan polis orqanıdır. Bəli. Ora müraciət eləsin. Oranın müəyyən qərarını aldı. Bəlkə o həqiqətən qeydiyyatdan çıxartdılar. Onun yaşayış yeri müəyyən edilər. Sən burada yaşayırsan falan. Onu çıxartdılar oradan. Onunla razılaşmadığı halda inzibati məhkəməyə müraciət edə bilər. Kompensasiya məsələsi belə deyə də o ən çox yəni qarşı tərəf kompensasiya ala bilər. Bəli, başa düşürəm. Kompensasiya məsələsi ən çox belə deyə o mülkiyyətçi olsaydı evdə o evin belə deyə də bir 10%, 15%, 10 mülkiyyətində olsa, belə çıxarsa, kompensasiya məsələsi o vaxtda belə. Bu şəxsin hal-hazırda belə deyə də evi satıb orada, evi satıb başqa şəxsə, oradan qeydiyyatdan çıxmır, özündə yaşayış yeri var. Yəni polis orqanları bunu icra edə bilər. İcra edə belə praktikada ən çox yenə gedir məhkəməyə, məhkəmə icra edir. Alsın polis orqanından müəyyən o aktı, inzibati qərarı, ondan sonra müraciət etsin, inzibati qaydadan bahsələndirsin. Çətin məsələ. Kompensasiya zət olmayacaq, deyirsiniz. Çətin prosedurada deyil. Aydındır. Deyir, atam rəhmətə gedib, mənə torpaq verib, necə adıma keçirə bilərəm? Ev tikmişik, torpaq atamın adınadır. Deməli, vərəsəlik məsələsi də bu atasına bax rəhmətə gedib, onun fərqi yoxdur, notariusda onun mülkiyyət hüququ gözləyir, onu gözləyirlər, notariusda ona hətta çox şüman ki, məktub da gəlib ki, valideyniniz dünyasını dəyişib, bunun dünyasını dəyişmiş şəxsin həm öhdəlikləri, həm də onun mülkiyyəti, mülkiyyət hüquqları hamısı sizi gözləyir. Müraciət eləsin notariusa, notarius onun əmlakı onun adına keçirəcək, eyni zamanda onun öhdəlikləri ilə birlikdir. Banka borcu varsa onu da ödəməlidir. Hamısı nəyə varsa. Torpağı varsa o da onun adına keçir. Bəli. Şəxsin adında həm hüquqları, həm öhdəlikləri hamısı bir yerdə. Pis tərəfi o da adam. Bəli. Çox adam orada saxlayır, gedmir onun arxasıca. Məsələn, adam var ki, deyir ki, indi atam da gedim keçirdim. Baxır ki, atanın adına səndə ev yoxuymuş, amma yaxşı bir borc var. Bəli. O olur. Praktikada o. 10 min, 15 min dəyərində pulu var. 70 min, 80 min borcu var. Təəssüf ki, belə də olur. Deyir ki, adıma olan kreditin gecikməsini tanışma ya da ailə üzvlərimə məlumat vermələri bank tərəfindən nə dərəcədə doğrudur? Yəni bu olar mı belə etmək? O yenə də bax, gəlirik, hara fırlanırıq, gəlirik, müqavilə münasibətlərinə çıxırıq da. Bəli. Siz müqavilə bağlayırsınız bankda, o nömrələri siz özünüz təqdim edirsiniz, buna razılıq verirsiniz ki, hə, mən bu gecikdirmə halları baş versə, yəni bu adamlara zəng edir. Bu nömrələri siz yazırsınız ora. Yəni bu bankdan hamımız götürmüşük, hamımız banka müraciət etmişik. Yəni o şəxslərdir ki, biz onlara zəng etməyinizə banka görə, yəni bir növ icazə vermişik ki, bu adamlardan. Bəli. O nömrələri özünüz qeyd eləmişsiniz. O ailə üzvlərinizin nömrələrini özünüz qeyd eləmişsiniz. Öz bildirmişsiniz ki, bəli. Yəni orada imzalayaqda belə, yəni ki, bu şəxslərin dairələrini özünüz müəyyən eləmişsiniz. Yəni Allah eləməsin, bəlkə sizin başınıza həqiqətən pis bir şey gəlib. Onları müraciət edəndən sonra onlar müəyyən sənədlər təqdim edəcəklər ki, belə deyə də sizin o nəsə dayanacaq olan, bu belə məsələlər də ola bilər. O nömrələr təkcə borcu qaytar məsələsinə görə deyil. O sizin barənizdə bank kreditor cavab almaq istəyəndə o şəxslərlə əlaqə saxlayır. Bir digər sual da var. Deyir ki, sual olaraq tam olaraq yazılmayıb. Ona görə mən zəhmət olmasa siz sualınızı tam yazın göndərin. 44 günlük müharibə qazisi və bax belə bu sualı zəhmət olmasa dinləyicimiz göndərib. Amma kreditlə bağlı olan məsələdir. Sual nədən ibarət onu yazmayıb deyə səsləndirə bilmirəm. Zəhmət olmasa davamını yazın, mən səsləndirim onu. Deyir ki, mən icra hakimiyyətinə qəyyumluqla bağlı müraciət etmişdim. Ona icazə var ki, gəlib evdə ananın yanında uşaqdan sorğu aparsın ki, 9 yaşında uşaqdan o sorğu harda aparılmalıdır? Yəni nə dərəcədə bu doğrudur? Bunu soruşur ki, gəlirlər icra hakimiyyəti tutaq ki, sorğu aparır müəyyən qəyyumluqla bağlı. Başa düşdüm. O spesifik hallar var ki, belə deyə də uşağı valideynin himayəsinə verəndə və yaxud da ki, valideynin öz vəzifələrini uşaq üzərində keçirməsini dəqiq müəyyənləşdirmək üçün icra hakimiyyəti orqanı, yəni qəyyumlu orqanı belə deyə də o baxış keçirə bilər ona. Yenə deyirəm, bu da uşağın hüquqları məsələsidir. Yəni dövlət bunda da yenə həssas yanaşır.
Yəni belə deyə də siz gəlirsiniz uşağın qəyyumluq orqanına, orada hər şey yaxşı, papa nə tərsən, mama hər şey yaxşı qaydasında. Amma bəzi şeylər orada pərdələr orada tam bilinmir. Amma onun məqsədi var. Belə deyə də bu hüquq vəzifə məsələsidir. Məqsədli şəkildə onun ananın yanında soruşublar. Ya da ki, məsələn, uşağın belə desək də bu ortamda, belə bir ortamda olması doğrudurmu? Evin içinə gəlir, uşağın anasının yanında soruşur ki, sən tutaq ki, ata ilə qalmaq istəyirsən, ana ilə qalmaq istəyirsən. Uşaq da məsələn atasına baxır ki, və yaxud da ki, anasına baxır. Ananın üzünə baxanda misal üçün ana biraz misal üçün belə bir mimikada falan. Yəni bax bu nüanslar var da hər halda. Uşaqdan soruşsan atanı çox istəyirsən, ananı, misal üçün ata yanında olmayanda deyir ananı. Adətən bu uşağın saxlanma məsələsində bunlar hamısı, yəni uşaqla bir yerdə o qəyyum orqanına gedib orada bu məsələləri, prosesləri həyata keçirdirlər. Bəli. Adətən belə təşkil edir. Amma onun qəyyum hüquq orqanının nümayəndəsi məhz evə gəlib, orada baxış keçirməsə biraz qəribə məsələdir. Bu adətən bu evlərin evə gəlməsi məsələsi, övladlığa verilmə falan məsələlərində olur ki, onlar gəlirlər yerində baxış keçirdirlər ki, bu uşaq siz yaxşı baxırsınız, bunun tərbiyəsindən yaxşı məşğul olursunuz. Amma onların oraya gəlməsi biraz, əslində onlar valideyn, ata və ana bir yerdə qəyyumluq orqanına getməlidir. Orada müəyyən danışıqlar, onun uşağın fikri orada alınmalıdır. Aydındır. Qısa bir reklam arası olacaq. Bu əsnada siz də suallarınızı yazıb göndərə bilərsiniz. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Bu nömrədə suallarınızı yazılı formada qəbul edirik. Eyni zamanda bizim Vaxt Media və Yurt FM-in TikTok və YouTube səhifələrində də hazırda canlı yayımdayıq. Oradan da öz suallarınızı göndərə bilərsiniz. Reklamdan sonra qayıdacağıq və mütləq müzakirəmizi davam etdirəcək. Vekil Yurt FM'de devam edir. Kaldığımız yerden devam edirik. Radyo Vəkili proqramını dinləyirsiniz. Yurt FM-də dinləyənlər 90.7 tezliyində dinləyirlər və əlbəttə ki, yurdumuzda qanun və qanunvericilik nə hansı formadadır? Bax, bunu sizə çatdırmağa çalışırıq. Vəkillərimiz həftəçi 5 gün gəlirlər və bizdə qonaq olurlar. Vəkillər kollegiyasının üzvü olan vəkil dostlarımız sizi və bizi maraqlandıran sualları cavablandırırlar. Bugünkü vəkil qonağımız Cəlal Hacızadə sizin və bizim sualımızı cavablandırır. Dinləyicilərimizdən gələn sual var və əlbəttə ki, sosial media hesablarından bizə yazan dinləyicilərimiz də var. Onların da suallarını cavablandırmağa çalışacağıq. Sizin də sualınız varsa Yurt FM-in eyni zamanda Vaxt Medianın YouTube və TikTok səhifələrindən də sualları göndərə bilərsiniz. Bir də nömrələrimiz var. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Mən sizə istərdim ki, bir dinləyicimiz yazıb ki, deməli Temu'dan alış-veriş edib və alış-veriş etdikdən sonra səsli formada göndərmişdi mesajı. Mən indi onu reklam arasında dinləmə imkanımız oldu. Alış-veriş etdikdən sonra nə baş verib? Şəxsin hesabı orada açıq qalıb, bank hesabı və onun o bank hesabından bəlli bir miqdar pul götürülüb, pul çəkilib. Bununla bağlı bütün aidiyyəti qurumlara, polis orqanlarına falan müraciət edib. İndi soruşur ki, mən Temu sosial şəbəkəsini, yəni bu alış-veriş platformasını məhkəməyə verə bilərəmmi və bunun bir perspektivi varmı? Belə deyək, ilk öncə deməli müraciət edən yoldaş bildirdi ki, polis orqanına müraciət edib bundan bağlı. Bəli. Birinci növbədə o Temunun özünə bir pretenziya məktubu yazmaq lazımdır. Etiraz məktubu. Etiraz yazmaq lazımdır ki, yəni bu fakt baş verib, kartdan çıxış barədə o məlumatlar falan, bunun hamısını onun əlavə edib Temuya göndərmək lazımdır. Bir də müqavilə məsələsi var da, orada məsələlərə hardan bahsələndirilməsi qeyd olunur. Biz istənilən belə deyə də xarici ölkədən hər hansı bir şirkətlə müqavilə bağlayanda müqavilə öhdəliklərini həyata keçirməyəndə onu hardan bahsələndirdiyimiz qeyd olunur. Çox Azərbaycan Respublikası olur, Qazaxıstan olur, harası olur. Yəni birinci növbədə ən məsləhətim özlərinə birinci pretenziya məktubu yazmalıdır. Onlar ona cavab verəcəklər. Müəyyən müddət daxilində şirkət daxili qaydaları var ki, onlar cavab verəcəklər. Cavab verməyəcəyi təqdirdə bir araşdırma aparmaq lazımdır ki, onu hansı belə deyə də yaranan mübahisələrə hardan bahsələndirmək, yaranan mübahisələrə hara müraciət etmək olar. Bəlkə heç yaranan mübahisələrə siz razılığa gəlmişsiniz belə deyə də biz Qatardan bahsələndirəcək və yaxud da hansı arbitrdən bahsələndirəcək. Onu bir də baxmaq lazımdır. Bir də oğurluq məsələsinə qalanda şəxs ki, mən kartımdan bunu çəkib. Oğurluq qəsdən törədilmiş əməldir. Yəni vahid niyyəti onun oğurluq etməkdir. Bəlkə orada texniki bir səhv olub. Bəlkə orada belə deyə də onlar qərəzli formada bunu eləməyiblər. İlk növbədə onların özünə müraciət etmək lazımdır, onların özlərini dəqiqləşdirmək lazımdır. Bəlkə orada ehtiyatsızlıqdan bir şey olub. Ondan sonra o müəyyən cavab gəldikdən sonra cavab gələcək hər bir halda. Cavab gəldikdən sonra o cavabı bahsələndirmək mümkündür. Hansı yurisdiksiya?
Aydındır. Bir digər sual var. Dinləyicimiz yazıb ki, deməli, deyir ki, övladın hərbi xidmətə çağırılmış və 3 aydır ki, deyir, xidmət edir. Magistraturanı bitirib və xidmətə gedib, amma gözündə 8% zəifləmə var. Yəni, mənfi 8%dir. Belə də qeyd edilib. Və həmçinin əlavə edib ki, amma deyir, buna baxmayaraq xidmət edir. İş burasındadır ki, deyir, zabitlik kursunu oxuyub rütbə almaq üçün sənədlər vermişdi. Bunda isə gözündə zəiflik var. Yəni sən bir növ zabit ola bilməzsən deyib, onun, bax bu kursdan necə deyərlər, geri qaytarıblar. İndiki halda soruşur ki, yəni məğzi mən ümumi çatdırıram, bilmək istəyir ki, necə ola bilər ki, yəni əskərlik üçün gözündə olan zəifliyə görə onu hərbi xidmətə aparırlar bu vəziyyətdə, yəni mənfi 8-lə. Amma zabitlik kursuna götürmürlər. Bu nə dərəcədə doğrudur və belə olan halda soruşur ki, zabitliyə yararsız olan əskər kimi necə yararlı oldu? Aydındır. Deməli, birinci hərbi komissarlıq şəxsi hərbi xidmət aparanda orada şəxsin müəyyən normativ tələbləri var. Misal üçün ayağın altı düz olmamalıdır, belə deyə də orqan funksiyaları hamısı belə deyə də ideala yaxın formada işləməlidir, narahatçı olmamalıdır, xəstəlik baxımından anlaqlı şəxs olmalıdır, göz tələbləri bu olmalıdır. Orada göz tələblərinə dair hansı belə deyə də o normativ tələblər var, o müəyyən olmalıdır əsgərlik üçün. O əgər normativ tələblərə cavab vermədən aparıblarsa, onu belə deyə də təsdiqləyən şəxsin özü barəsində məsuliyyət tədbirlər intizam da ola bilər, inzibat da ola bilər, cinayət məsuliyyətinə kimi gedib çıxa bilər. Şəxsin əgər əhəmiyyətli hüquqların pozursa, gözünün zəif görməsinə görə o əsgərdə onun başına hər hansı bir hadisə gəlsə, onun barəsində cinayət məsuliyyəti belə tətbiq eləmək olar. Amma indi keçək bu bir tərəfə. Bu əsgərlik üçün normativ tələblər misal üçün mənfi 9-dur. Amma zabitlik üçün mənfi 7-dir. Mənfi 7-dən çox az götürmür. Yəni, o normativ tələblər də ola bilər. Bunun üçün şəxs həm əsgərliyə getmək vardır, normativ tələblər dəqiq öyrənsin. Biz də öyrənə bilərik. Bunu prosta belə deyə də o icraatın çoxluğu bizində hər bir şeyi dəqiq bilə bilmirik ki, bu orqanda normativ tələblər budur, və polisə qəbulunda normativ tələblər budur. Normativ tələbləri öyrənsən əsgərlikdir. Sonra zabitliyin normativ tələblərini tələb etsin. Zabitlik üçün hansı normativ tələblər lazımdır? Belə deyək, sən bəlkə skalyozun var, ona görə götürmürlər. Yəni, bunların hamısını müəyyən eləsin. Əgər belə deyək, hər hansı pozuntu baş veribsə, bununla bağlı müəyyən qurumlara müraciət, istintaq orqanına belə müraciət edə bilər ki, şəxsin barəsində tədbir görür. Bir digər sual da var, dinləyicilərimizdən gələn suallar var. Deməli, soruşur ki, qohum bankdan pul götürəndə kimisə nömrəsini banka verir. Bank həmin nömrə ilə əlaqə saxlamır ki, sizin nömrəni veriblər. Saxlayır ki, sizin nömrəni veriblər. Razısınız ya yox, bu doğrudurmu? Onu da soruşur. Bir qısaca cavab verək zəhmət olmasa. Belə deyə də, yaxın qohum yox, bu ikinci üzündə. Bank soruşur ki, sizin nömrənizi veriblər. Razısınız yoxsa yox? İndi şəxslər razılıq verir. Belə ən əsası bank yaxın qohumları götürür adətən. Yaxın qohumları götürür. Bir də ki, belə deyək də, şəxsin özünün razılığı verdi. Yəni danışılır. Hesab edirəm ki, ilk öncə nə qədər də olmasa, belə deyək də, qohumdursa, ikinci üçüncü dərəcəli qohumdursa, onun razılığı olsa, məncə daha məqsədə müvafiq olar. Bəlkə onların arasında belə yaxın münasibət yoxdur. Onun həyatın fəaliyyətindən şəxsin xəbəri yoxdur. Aydındır. Bir digər maraqlı sual ünvanlayıb dinləyicimiz deyir, 2009-cu ildə yoldaşımla öz evimizi satıb anamın adına olan evə qeydiyyata düşdük və Amerikaya köçdük, evdə yaşamadıq. Bir neçə il öncə boşandıq. İndi anam evini satmaq istəyir. Keçmiş kürəkəni, yəni yoldaşım Amerikada yaşayır. Onun əlaqəmiz yoxdur. Əlaqə olsa da razılıq verməz. Bu şəxsin razılığı olmadan evi necə sata bilərik və ya məcburi qeydiyyatdan çıxarmaq mümkündürmü? Deməli, kürəkən və qız ananın üzərindəki olan, adını olan evdə qeydiyyata düşüblər, indi ayrılıblar. Şəxs, yəni kürəkən hələ də o evdə qeydiyyatda qalıb, öz Amerikadadır, anladınızsa. İndi deyir ki, anam evi satmaq istəsə, yəni şəxs də böyük ihtimal ki, buna razılıq verməyəcək, yəni keçmiş kürəkən. Belə olan halda neynəsin? Çıxarda bilərmi şəxs onu qeydiyyatdan? Onu çıxarda bilərlər. Burada belə deyə də, əmlak mülkiyyətdədir. Bu mülkiyyət hüququna əlaqəli olan şeydir. Belə deyə də, əmlak mənim mülkiyyətimdədir, daşınmaz əmlak mənim mülkiyyətimdədir və mən onun bütün sərəncam, istifadə, belə deyə də, o sahiblik hüququnun üçünə bir yerdə məxsusan və mülkiyyət hüququ mənimdir. Mən istədiyim formada bunun barəsində sərəncam verə bilərəm. Yəni, orada bir şəxs də qeydiyyatdadır. Mən bunu müraciət edib qeydiyyatdan çıxarda bilərəm. Yəni, əmlakın ümumi bütün hüquqları həmin o şəxsin özündə dayanır.
Yəni ananın üzərində. Bəli. Orada belə deyək də, yenə deyirəm, oğlun da payı olsa 10%, 15% ki, mülkiyyətdə. Onu da satmaqda problem çıxa bilər ki, belə deyək də, şəxsin biri razılaşmır, deyir, satmıram, istəmirəm. Mülkiyyət hüququ olsa bu məsələ problemidir. Amma şəxs orada qeydiyyatdadır, onu müraciət edib qeydiyyatdan da çıxarda bilər. Əmlak ümumiyyətlə şəxsin mülkiyyətindədir. Mülkiyyətdə dediyim kimi, üst əhəmiyyətli hüququn birləşməsi nəticəsində istifadə, sərəncam, sahiblik. Bu üçü də şəxsin ixtiyarındadır. İstədiyi kimi onun barəsində sərəncam da verə bilər, istəsə söküb dağıda da bilər, istəsə sata da bilər. Yəni bu hüquq dövlət tərəfindən tanınmış, yəni belə deyək də, ən çox yəni kürəkəni fikrini nəzərə almadan belə qeydiyyatdan çıxardıb bəli. Qeydiyyatdan çıxardıb ev sata da bilər. Aydındır. Yəni ev mənim də özüm bilərəm. Bəli. Sonuncu sual səsləndirəcəm. Deyir ki, mənzilim olan əhatə plana gedir. Onun əhatəsi mənzilimin çıxarışı öz adımadır və ətrafa olan alan MMC bizlə razılaşmır, az pul verir və zərər yetirib icbari sığortaya müraciət etmişəm. Müəyyən bir dama deyir zərər yetirib. Həmin gün polisə ərizə yazmışam, buna baxmayaraq hələ sorğuya da deyir cavab yazılmayıb. Mülki xarakter daşıdığına görə məhkəməyə müraciət edin deyir. Sığorta da deyir ki, ödəniş almaq üçün yazmalıdır ki, hadisə öz təsdiqini tapıb, amma bölmədən bu cümləni yazmırlar. Bunun üçün nə etməliyəm ödəniş almaq üçün sığortadan? Belə deyə də polis o bölmədiyi polisdir də yəni. Onların verdiyi aktı hər bir halda mübahisələndirə bilər. Əgər şəxs hesab edirsə orada bir cinayət pozuntusu var, hüquq pozuntusu var. O cinayətin başlaması rədd qərarı qəbul edib mülk xarakteri olduğuna görə göndərici olub bu mülk qayda mübahisələndirir. Onu birinci prokurordan mübahisələndirə bilər. Yuxarı prokurordan mübahisələndirə bilər. Məhkəməyə də mübahisələndirə bilər. Apellyasiya instansiyasına kimi 6 indeksindən mübahisələndirə bilər bu hallar ki, aktı götürüb məsələn prokurorluğa müraciət etsin. Bəli. Prokuror, yuxarı prokuror, cavab negativ, birinci instansiya məhkəməsi, cavab negativ, apellyasiya instansiyası. Artıq bu 4 instansiyası keçəndən sonra hər halda bu 4 instansiya müəyyən hansı bir cavab verəcəklər. Hansı bir cavab verir və qanunun üsulu nədir? Buna hər bir halda tətbiq edəcəklər. Yəni yenidən bu 4 instansiya belə deyək də yüksək düşüncəli hüquq qabiliyyəti olan şəxslərdir. Bunlar normativ sözləri çox yaxşı bilirlər. Mülki qayda mübahisələndirmək istəyirsə də yenə əlinə müəyyən sənədləri alsın, ziyanın onun tərəfindən vurulması barədə. Yəni bunlar hamısı mülki qayda. Əlində video varsa, yəni bu sənədləri yaparsın. Təşəkkür ederiz sizə. Göndərilən suallardan bəzilərini cavablandırma imkanımız olmadı. Çünki vaxtımız yetmədi buna. Amma verilişimizin şükürlər olsun ki vaxtı var. Yəni sabah növbəti günlərdə də mütləq proqramımızı davam etdirməyə çalışacağıq. Odur ki siz bugün əgər sualınıza cavab ala bilmədinizsə mütləq sabah sualınızı yenidən ünvanlayın ki biz verilişin əvvəlindən ən azından ünvanlayın ki biz onu cavablandırma imkanımız olsun. Təşəkkür ederiz sizə Cəlal bəy. Çox sağ olun, minnətdaram, var olasınız. Suallarımızı cavablandırdınız. Minnətdarıq sizə. Xoş olun. Və yekunlaşdırırıq. Radyo vəkilinin daha bir buraxılışının sonuna gəldik, çatdıq. Sizinlə mən Xəyal Orucoğlu'ydu və bugün radyo vəkildə Cəlal Hacızadənin cavabını eşitmiş olduq və sabah eyni vaxtda, yəni saat 6-dan 7-yə qədər bizi mütləq dinləyin. Eşitilmək ümidi ilə hələlik.